Muğan salam. Salam, salam. Necəsən? Sağ olun. Muğan, səni bizim Kəlbəcərlilər çox istəyirlər, səni tanıyırlar. İstəyirəm biraz özün haqqında məlumat verəsən. Tanımayanlar da tanısınlar sizi. Bəli. Mən ilk öncə Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Bu çəkilişimiz də elə 93-ün aprel ayına təsadüf eləyir. Mən özüm haqqında 1970-ci ildə Kəlbəcər rayonunun Qasımlar kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 88-ci ildə Rusiya hərbi xidmətə gedib 90-cı ildə hərbi xidmət başa vurub qayıtmışam. Və həmin ildə Mingəçevir Mühasiblər Məktəbinə daxil olmuşam. Ancaq ölkədə gedən bu müharibə məni də bir vətənpərvər kimi, məni də məktəbimi yarımçıq qoyub 91-ci ildə Kəlbəcərə Könüllər Batalyonuna getdim. Muğan, 91-ci ildə Kəlbəcərdə milli ordu yaranmamışdı orada. Könüllü idi. Könüllü ordu yaranmışdı. Könüllü orduydu, kətlərdən yığılırdı rayondan. İlk dəfə könüllü ordu Bəli, əli silah tutanlar, könüllü ordular yaradırdıq və o vaxtda silahlarımız çox az idi. Bəzən elə olurdu, 2 nəfərə 1 nəfər silahımız olurdu. İlk öncə yadımdadır, biz ov tüfəngi ilə evlərdə silahlar var idi. 32 nömrə, 28, nə bilim 16 belə silahlarla postlara gedirdik. Sərhədlərdə təkər qalıyırdıq, belə gecələri postlarda dururduq və sonralar milli ordu yaranandan bəli, milli ordu yarandı, daxil olduq biz milli orduya. Deməli, ilk öncə mən Qaraqaya zastavasında oldum. Söyüdlü Qaraqaya zastavasında orada xidmət eləmişəm, döyüş yoldaşlarım bilirlər. Kimləri oldu? Döyüş yoldaşlarınız kimləri oldu? O dövrdə döyüş yoldaşlarım çox idi. Yadımda qalanlar rəhmətlik Vaqif müəllim Sardaş kəndindən Məmmədov Vaqif var idi. O rota komandiri idi. Şəhidimiz var idi. Hacıyev Kamal kət yerindən. O Rusiyadan da starşina gəlmişdi. O vaxt praporşik deyək də, belə praporşik gəlmişdi. Sonra kilisədən, Çakkətdən çox uşaqlar vardı. Rayonun hər yerindən demək olar vardı könüllərdə. Ad-bad mən onları çəksəm, gərək bizə saatlarla vaxt lazımdır. Və ondan sonra dəfələrlə mən Laçında, Ağdərədə döyüşlərdə olmuşam və mənim 93-cü ildə ona görə bayaq qeyd elədim ki, yaralı yerimiz 93-cü ilin mart ayının 27-28-i bax bu ərəfələr bizim lap yaralı yerimizdir. Biz elə oldu ki, Qılıçlıda topalaşdıq. 100 nəfər Ülfət Kərimovun batalyonu düzəlməli idi, 100 nəfər biz gəlməli idik Ağdavan istiqamətinə, Ağdavana. Və elə də oldu. Biz gəldik Ağdavanda bir neçə gün. Kəndin klubu, ya klubuydu, dəqiq yadımda deyil. Klubunda məskunlaşdıq. Gözləyirdik, qar ərisin, biraz havalar düzəlsin, posta qalxaq. Və elə də oldu. Biz qalxdıq Ağdavanın üstündə. Qəbirstanlıq deyilən bir köhnə qəbirstanlıq belə bir yer var. Bir tala. Orada mövqelərimizi bərkitdik. Ştabımız çıxdı ora. Və mən də orada 4-cü taborun nədir? 4-cü tağımın komandiri idim. Və mənim də tağımımı yüksək bir yüksəklik var. Uşaqlarla mən ora qalxası oldum. Martın 27-si bizim əsas elə o döyüş qara gündəyək oradan başladı. Ermənilərin tankı çox sərbəst şəkildə Çərəkdər istiqamətindən üzü komandirimiz Ülfətin, İlqarın durduğu hansı ki postda, o bizim ora ştabımız idi. Ora doğru gəlirdi. Və mənim yerim çox yüksəkli idi. Mən onların hamısını izləyirdim və görürdüm. Çox dəqiq görürdüm. Rasiya ilə rəhmətli Ülfəti yığdım. Dedim, Ülfət, tanklar yaxınlaşır dedim sizə. Mənə elə ağzından necə çıxıb elə də deyəcəm. Dedi, qorxursan? Dedim, yox. Yaxı bizim tankı vurmağa elə bir qüvvəmiz də yox. Bizim elə texnikamız yoxdur. Hamımızda
ən boyavoy silahımız bizim bəlkə də pulemyot idi da, ondan o tərəfə yox idi. Bir də ki, tank vurmaq üçün grantamyotlarımız var idi. Bir-iki dənə, hər tağımda bir dənə, iki dənə, bilmirəm ştabda neçə dənə idi. Dedi, qorxursan, dedi. Çox özünə, Ülfət həqiqətən o dövlət tərəfindən verilmədisə də ona o milli qəhrəman adı. Ancaq xalqın gözündə o həmişə onu tanıyanlar, onun döyüş yoldaşlarının gözündə o milli qəhrəmandır. Və özünə çox güvəni var idi. Və onun sözündə qabağında mən söz çöyrə bilməzdim. Dedim, yox, mən qorxmuram, qardaş, sadəcə dedim, yaxınlaşır tanklar. Və həmin ərəfədə mən öz postuma da mənim piyada, düşmən piyada mənim postuma yaxınlaşırdı. Olan piyada batalyonu yaxınlaşırdı. Ancaq Ülfət tərəfə onlar tankla, topla, belə deyək də, zirehli texnikalarla girmişdi. Döyüş başladı. Döyüş başladı. Əlbəttə, mənim də çox sevdiyim uşaqlar yanımda şəhid oldular. Mənim də tağımımdan Aliyev Rizvan elə Ağdaman kəndinin özündən idi, Allah rəhmət eləsin. Kərəm, onlar da şəhid oldular. Bugün bir şeyə çox təəssüf eləyirik ki, biz onların nəşini götürə bilmədik. Sonra biz Əliyalın neyniyə bilərdik? Əliyalın deyəndə avtomatla o boyda tankın topun qabağında biz sadəcə orada bir neçə dəqiqəliyə, bəlkə saatlığa onların başını qatdıq ki, cəmaat kətdən çıxsın. Və sonuncu dəfə biz oradan düşdük kəndə və kətdən də mənim yadımdadır bir Bağırlı ya Bağırsaq kəndinə. Oradan bir arvad, bir yaşlı arvadı mən uşaqlarla birlikdə o kəndə apara bildim. Ağdabandan, yaşlı arvadı idi. Valla dedi, ya oğlum, ya kimsə dedi, avtobus şoförü olubdu dedi, mənim bir yaxınım, çox yaşlı bir arvadı idi. Onu götürə bildim o kəndə, yəni uşaqlarla bir yerdə. Bizim elə silahımız yox idi. Bir gün ondan əvvəl Allah yenə şəhidlərimizə cəmi rəhmət eləsin, Məlikov Namik var idi, BMP sürürdü. Heç bugün onun da Namikində bir yenə məlumatsızlıq, onun da yenə o da məzarsız şəhid belə deyək sayılır. Həmin BMP də getdi bizdən, bilmədim onu. Və bir-iki gün ondan da əvvəl Qırat qoruqsu bizdə var idi. Abbasov İcran komandirlik eləyirdi. O Qırat qoruqsunu da götürmüşlər oradan. O da getdi. Dəqiq bilmirəm də, mən postdaydım, bilmirdim silahları. O artilleriya başqa bir sahə idi, bilmirdim. O Magengaşev aparası deyirlər ki, onu da götürmüşlər. Yəni erməninin o tankının, topunun qabağına çıxası bizdə elə bir silahımız yox idi. Bir avtomat pulemyotdan başqa heç bir silahımız yox idi. Bax o dəhşətli günü qardaşım, indi 2 aprel yaxınlaşır. Amma əsas Kəlbəcərin faciəsi 27 martda başladı. Ağdabanın işğalı ilə başladı. Çünki ora elə bir qapı idi, ora bir elə yer idi ki, oradan Morov yolunu kəsmək və yaxud Kəlbəcərə daxil olmaq çox asan bir yer idi. Nə bilim qardaşım, belə sonra da mənim tərxis olunmağım 1994-cü ilin mayına qədər mən hərbidə qaldım. Kəlbəcərin ikinci işğalı zamanı, yəni 94 əməliyyatında iştirak eləmişəm və orada da yenə tağım komandir işləyirdim. Çox təəssüflər olsun ki, orada da ən sevdiyim insanlar yanımda şəhid oldu. Tapdıq var idi, Qamışlının Sovet sədri və Süleymanov Bəhman var idi. Heç Azərbaycan vətəndaşı da deyildi. Azərbaycanlı olsa da Rusiya vətəndaşı idi. O da orada şəhid oldu. Belə özüm haqqında bilmirəm vallahi nə deyim. İndi Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu 44 günlük müharibədə, antiterrorda, 44 günlükdə qisas əməliyyatında olan bizim balalarımız elə bir yiğitlik göstərdi ki, bizim alnımızda olan o qara ləkəni o uşaqlar götürdü. Allah rəhmət eləsin. Ona görə şəhidlərimizə
Muğam istəyirəm onun haqqında danışasan. Bizim Ömər haqqında danışasan. Ömər valla çox bir yaralı yerimizdir Ömər. Kaş ki elə mən o dövrdə mən şəhid olardım. Ömərin heç bu xəbərini mən eşitməzdim, bu günü yaşamazdım. Ömər çox yaxşı savadlı bir uşaq idi. Biz Qaşqın gələndə Goranboy rayonunun Aşağıca kənddə məskunlaşmışıq. Ömər orta məktəbə ora getdi. Elə həmin orta məktəbi bitirdi və Gəncə Dövlətin xarici dillərin fransız dili fakültəsinə qəbul oldu. Universiteti bitirdi. Bitirdi, əskəri xidmətə yola düşdü. Bir gün zəng elədi, dedi, ata, mən burada işlərimi verirəm məktəbə, mən zabit kimi qalıb işləmək istəyirəm. Dedim, vallahi Ömər, fikrinlə oğul, razıyam da, fikir sənindir. Necə desən, Allah xeyir versin. Elə edə etdi, zabit rütbəsi aldı və iyun ayıydı, iyunun ayının 9-u idi, səhv eləmirəmsə. Dedi, ata, mən rütbəmi aldım, mən Laçına verdilər. Laçına necə getmək olar? Dedim, Ömər, sən tək gedə bilməzsən Laçına, bala. Gəl, mən səni apararam. Dedi, hərbidir bu, icazə verməzdərlər. Dedim, bir komandirlə danış. Gör, bir gün, 2 gün vaxtın varsa, gəl, mən səni apararam Laçına. Həm də Ömərin, ayın 12-si Ömərin dostunun bacısının toyuydu. Dedim, gəl o dostluğunun da, həm də tələbə yoldaşıdır Ömərin. Dedim, əlinin bacısının toyuydu, gəl orada iştirak elə. Mən səni apararam. 12-si toy oldu, 13-ü mən Ömərə apardım, Toğanada mənə buraxmadılar. Dedi, ata da mən uşaq deyiləm ki, sən məndən gedəsən, dedi, mən zabitəm, dedi. Oradan bir maşın tapdım, hərbi polislər dedi, ağsaqqal, biz yola salacaq, dedi, narahat olma. Yola saldım Kəlbəcərə, orada da kirvəsinə zəng vurdum, dedim, bunu Laçına aparmaq lazımdır Öməri. Dedi, mən Qamışda gözləyirəm, gəlsin buradan götürüm. Beləliklə Laçına getdi. Laçına da gedəndə orada Qaragöl postuna tam komandiri, bir neçə postlu orada. Ora tam komandiri göndərdilər. İşləyirdi orada, tam komandiri işləyirdi. Mən bir şeydə qeyd edeyim. Mən Öməri, yəni Gəncəyə, dedim Ömər, Gəncəyə mən danışmışam, sənin burada fərqi nədir ki, burada xidmət eləyə bilərsən? Dedi, yox atam, mən Gəncədə elədiyim elə gəlib evimizdə Ağcakətdə xidmət eləyərəm da, dedi, yox. Laçında xidmət eləyirdi, çox yaxşı da, yəni əskərləri ilə, yəni indi də danışıram, həmin əskərlərlə, gizirlərlə əlaqəm var. Çox yaxşı bir, baxma az müddət işlədi, çox yaxşı bir komandir olubdu Ömər, qorxmaz. Cəsur oğlan idi. Elə oldu, ayın 12-si, sentyabrın 12-si, qardaşım mənə zəng vurdu, dedim, ulan, sən bilirsən Laçında döyüş gedir, dedi. Gecədən başlayıbdı. Dedim, yox, nə hardan xəbərim var, dedim, bilmirəm. Dedi, Öməri yığ, danış. Dedim, Ömərlə təzə danışmışam. Dedi, bir də yığ. Səhər idi. Yığdım Öməri, demə döyüş gedirmiş. Uşaqlara deyibdi ki, əskərlərinə, bəs sakit durun bir dəqiqə, atam yığıbdı da, onun xasiyyətini bilirəm. Atamla danışım, sonra şey eləyərsiniz. Gördüm, Animamet tələsir, amma atışma səsin telefonda eşidirəm. Dedim, Ömər, nətərdir orada vəziyyət? Dedi, ata, burada bir şey yoxdur, onu hardan eşitmirsən? Dedim, yox, ay balam, hamı danışır, dedim. Laçında deyir, döyüş gedir. Dedi, yox, burada elə bir şey yoxdur. Demə, həmin döyüşün içində elə özüymüş Ömərin. Saat 8 idi mən ona zəng vuranda Ömərə. Dedim, çay içirəm, rahat çayımı içeyim. Dedi, ata, çayını da iç, çörəyini də, elə bir şey yoxdur. O çayı yarıya qədər içmişdim, gördüm, boğazımdan getmir. Nəysə, çayı qoydum, qaldı. Mütəmədi ondan sonra yığdım. Zəng gedir, cavab gəlmir. Zəng gedir, cavab gəlmir. Mənlə danışanla bir 10 dəqiqə zat sonra şəhid olmuşdu. Ayın 13-ü şəhid olmuşdu, sentyabrın 13-ü.
Elə Goranboy rayonunda Zeyvə kəndində dəfn eləmişik. Ayın 14-ü dəfn olunub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Biz bacarmadığımızı bizim uşaqlarımız bacardı. Biz o dövrdə çox, mənim döyüş yoldaşlarımın əksəriyyəti demək olar, bayaq da dedim, Kəlbəcərdə bir evdə 3 oğul var idi, 4 oğul var idi, hamı gedirdi. Hamı vətənin müdafiəsi üçün qalxmışdı. Ancaq bizim o dövrdə nə əlimizdə elə silah sursatımız yox idi. Biraz hərci-mərcili idi. Bax, bunlara görə bizim demək olar xaincəsinə bir tərəfi də, xaincəsinə biz işğal olundu bizim ərazilərimiz. Amma bizim tamamlanmadığımız, nəinki tamamlamadığımız bu qara ləkəni bizim bu balalarımız bizim başımızın üzərindən götürdü. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, Allah ordumuzu qorusun, qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin, Allah Ali Baş Komandanımızı qorusun. Muğam, Kəlbəcər mənfurlardan azad olandan sonra ilk hara getdin? İlk getdiyin yer hara oldu? İlk inanın şəhidlərim mən tablosun Kəlbəcərə onların belə deyək abidəsini qoyublar. İlk ora getdim. Sonra birbaşa kəndimizə getdim. Kəndimizə getdim. Mən Ömərin çox çalışdım, Ömərin şəhid olduğu yerə gedə bilmirəm. Çox istəyərdim gedəm. Gedə bilmirəm. Gedə bilmirəm ora. Mənim bu şəkildə gördüyünüz Ömərin elə öz postudur. Bu şəkildə, öz postlarında da hamısı. Bu Kəlbəcərə, Laçına gedəndə Kəlbəcərdə istisna çəkdirdiyi şəkildir. Bu şəkillər hamısı postunda xidmət elədiyi vaxtlar çəkilən şəkillərdir. Bir şeydə, müəllim, onu istərdim lap yaxından götürəsiz. Şəhid olanda çiynində olan paqonlardır. Bu paqonlar hansı ki bunları mərmi cırıb, çiynində cırmışdı mərmi bu paqonlarını. Bu cibində olan qanlı sənəddir, bilmirəm nə sənəddir, qanı tökülübdür elə sinəsində. O bu. Dövlətimiz sağ olsun, Cənab Prezidentimiz daim şəhid ailələrinə diqqət, qayğı göstərir. O qayğıdan biz də yararlanırıq. Mən də, yoldaşım da, Ənvər doktoru sağ olsun, Kəlbəcər rayon xəstəxanasının direktoru da bizi işlə təmin eləyibdir. Hal-hazırda işləyirik. Allah razı olsun. Yəni, şəhid ailələrinə daimi diqqət, qayğı göstərilir dövlət tərəfindən. Rayon rəhbərliyimiz tərəfindən diqqət, qayğı ilə təmin olunuruq. Allah razı olsun hamısından. Azər Qocayev, Kəlbəcər rayon icra başçısı daimi nəzarətdə saxlayır. Diqqətində oluruq. Allah balana rəhmət eləsin Muğan. 93-cü ildə Ağdabanda sən o öz qoçaqlığına görə, öz qeyrətinə görə sən tağım komandiri təyin olunmuşdun. Rəhmətlik Ülfətin demək olar ki, sağ əliydin səni. Yanasın meşəsindəki o çətin yerdəki posta təyin eləmişdi. Oradan sağ-salamat gəldik. Sən də orada ölümün caynağından qurtardın, gəldin, şəhidlər verdik. Amma təəssüf ki, oğlunu itirdin.
hamımızı yandırdı. Bütün Kəlbəcərlilərimiz üçün şəhidlərimiz hamısı bizim öz balalarımızdır. Allahın yazısına, qismətinə bax ki, sən Ağdabandan sağ-salamat çıxdın. Zəfər Savaşında 22-ci ildə oğlun şəhid oldu. Ruhu şad olsun. Ruhları qarşısında baş əyirik. Allah Kəlbəcərin şəhid doğmalarını yad eləyənlər, onları həmişə diqqətdə saxlayan insanlarımız var olsun. Kəlbəcərlilər qədir bilən insanlardır, səmimi insanlardır. Həm əmoğlu yox, həm də sənin o dövrdəki etdiklərindən də əlavə elə bir oğul böyütdün ki, o da getdi vətən uğrunda canından keçdi. Digər o 2 övladın ki var, Allah onların toyunu eləməyi sağ qismət eləsin. Arzu edirəm ki, səni tanıyan bütün Kəlbəcərlilərimiz sənin ünvanına toy dəvətnaməsi ilə gəlsinlər. Həmişə gəlmişik, kövrə yanlar yaşamışıq bu evdə, amma arzulayıram ki, gələk o 2 övladının toyunda qol qaldıraq, oynayaq, üzümüz gülsün, onlar da xoşbəxt olsun. Sağ ol İlqar, yaxşı ki sizi kimi dostlar var bugün də ətrafımda. O dövrdə də bir yerdə olmuş, o çətin dövrdə, bugünkü gündə yanımdasınız. Sağ olun. Allah razı olsun. səbr versin, sağ qardaşım. Sağ olun.